Bəli, bizi dinləyən hər kəsə salamlayıram. Qarşınızda mənəm, Məmməd Otural və qismət olsa yenə imtahanda düşmə ehtimalı daşıyan mövzulara aid olan nisbətən çətin tipli sualların izahlarına baxacağıq. Məsələn, hal-hazırdakı sual bizə bir neçə bu tipdə sualı həll etməyə kömək edəcək. Çünki eyni sualın üzərində 3 tip suala baxacağıq. Bizə deyir ki, baytlarla kodlaşdırılmış aşağıdakı simvollar verilmişdir. Burada neçə müxtəlif simvol olduğunu tapın. Və aydındır ki, bir simvol bir bitdir. Həmişə ikili hissəsində verilmiş hər bir simvol bir bitdir. Məndə də baytlar dediyi üçün bunları 2-2 sayaraq 8-8 böləcəm. 4-8 böldüm. 2, 4, 6. Hə, tamam. 2, 4, 6, 8. Mən səhv bölsəm denəm. 2, 4, 6, 8. Yenə 2, 4, 6 və 8. Geriyə də böyük ehtimal 8 dənə qalır. Biz bunlardan birincisinə özümüz ad verdik. Dedik A olsun. İndi baxırıq. A ilə eyni düzülüşə malik başqa biri var yoxsa yoxdur? Var, üçüncü. Əgər buna A demişəmsə Fəridə, onda üçüncü nə olacaq? O da A olacaq. İkinci bir sıfırların düzülüşünə deyirəm B düzülüşü. B düzülüşünün eynisi hardasa varmı? Görmürəm. Yox. Növbətiyə deyirəm C düzülüşü. C düzülüşünün eynisi hardasa varmı? Yoxdur. Onda bu da avtomatik nə düzülüş olacaq? D düzülüşü olacaq. Deməli desək ki, burada neçə müxtəlif simvol var? Nəyi sayacağım? Müxtəlif hərfləri. A, B, C, D. 4 hərf var. Desək ki, ümumilikdə neçə simvol var? 5 dənə. Neçə təkrarlanan simvol var? 1 dənə. Neçə eyni simvol var? 2 dənə. Neçə təkrarlanmayan simvol var? 3 dənə. Gördük sual. Bir sualın daxilində bütün sualları cavabladıq. Burada başqa sual necə ola bilərdi? Deyərdik ki, sənə yarım baytlarla kodlaşdırılmış. Onda neçə bölərdim Aytən? 4, 4. Hayır, sağ ol. 4-4. Desəydi ki, məsələn, 32 simvollu əlifbada kodlaşdırılmış. 6. 5 seçdim. 32 simvollu əlifbada kodlaşdırılmış. Yarım baytda 4 dənə. 32 simvollu əlifbada kodlaşdırılmış desə 5-5. Yəni bu format. Əsas neçə bölməyiz məsələsi. Bu sualların hamısı həmin tipdə suallardır, getdi. Əgər məndən simvolların sayı verilibsə, informatika sözü və hansı əlifbada yazıldığı deyilmirsə, deməli bu hansı sistemdədir? Özü avtomatik ASCII-dədir. İndi bunu deyə də bilər, deməyə də. Unicode'da bir simvol nə qədər yer tuturdu? 2 bayt yer tuturdu. Bəli. 2 byte. On altı bitlə kodlaşdırıla bilən ən böyük ədəd hansıdır? Ümumi nə qədər 11. simvol kodlaşdırılır? 16 bitlə kodlaşdırıla bilən 16 bitlə kodlaşdıra biləcəyim ən böyük ədəd necə 255 ola bilər? 16 bit. 8 bit demirəm. 32768. Yox, uşaqlar. Diqqət. Hə, 216 nə hesablayır? 65596. Və yaxud da simvolların maksimal sayı. Əgər simvolların maksimal sayı deyirsə 2 üstə n-dir. Amma maksimum ədəd deyirsə 2 üstə n çıx 1-dir. Məsələn, 8 bitdə kodlaşdıra biləcəyim ən böyük ədəd 255-dir. Eyni qayda ilə 16 bitlə də kodlaşdıra biləcəyim ən böyük ədəd 65536 16 216-nın özüdür. Mən də bir bayt çıxaram, qalar 216 çıx 1, o deyir 65535 ədədi. Bu da yenə imtahana düşə biləcək sualların çərçivəsindədir. Getdik. Sırf müəllimlər kitabından gedirik ki, çətin suallar bizi qarşılasın. İndi artıq demək olar ki, qəbul proqramını MİQ proqramına yaxınlaşdırıblar. Belə qəribə bir şey baş verir. O deyir ki, 50 ədəd fərqli simvoldan ibarət olan bir mətni ən minimal əlifbada kodlaşdırıldıqda yaddaşda nə qədər yer tutur? Necə taparsınız? 6 bitlə kodlaşdırılır. Aha, sonra nə yiyəcəm? O 6 biti. Neçə? Yəni say nə qədərdir? 50 dənə. Yəni demək istəyirsən 50 dənə simvol var və bunlar 50-si müxtəlifdir. Məndən soruşur ki, bu 50 dənə simvolun yazıla biləcəyi minimal simvollu əlifbada bu 50 dənə hərf nə qədər yaddaşda yer tutar? Elə 50-ni vurursan
50 simvollu əlifbanın yazıla biləcəyi əlifbanı tapanda hara baxıram, özümdən sonraya baxıram. Bu 64-dür. 64 2 6 deyə vurursan 6-ya. 50-ni də 6-ya vursan cavab alındı. Yaxşı suallar var burada. Anlamadım ki. Anlamadım. Yox. Ayten baxdın ki, mətndə 50 dənə simvol var, düzdür? 50-si də müxtəlifdir. Məndən sonra soruşur. Bu 50 dənə müxtəlif simvolun yazıla biləcəyi əlifba hansıdır? Nə deyərsən? Neçə simvollu əlifbada yazmaq olar? 50 müxtəlif simvol, ən azı. 64. Yox, elə 50 simvollu əlifbada yazmaq olar da. Amma 50 Hı. simvollu əlifbada yazmaq istəyəndə bir simvolun həcmini tap desə, ondan hara gedirəm? Onda 64-ə gedirəm. Aydındır? Özündən böyük idi 64-ə gedirəm. Yoxsa mənim 64 simvola ehtiyacım yoxdur. Sadəcə 50-nin içində yerləşmir deyə mən sanki biraz əhatə dairəsini böyüdürəm ki, o artıq özündən sonraki qüvvətə getsin. Çünki 50-32-nin içində yerləşməz. 64-ə getsin, oradan hesablama aparasın. Və tapdın ki, 64-dən balaca deyə bir simvolun həcmi oldu 6 bit. İndi bir simvolun həcmi 6 bitdir. Ümumilikdə də deyir mətndə 50 simvol var. 50-ni vurdun 6-ya, cavab aldın 300. Bu forma. Getdik. Nə var, başa düşmədiniz, dəfələrlə soruşun. Tamam, getdik. Bizə bax bu sual lazımdır. 170. Sualın 50 üçün hardasa 3 dəqiqəniz var. Bəli. 170-ci sualı 170-ci sualı yazın. Sonu yazana qədər mən bir dənə əlavə bir telefon var. Ona zoom yükləyim ki, öz telefonum oradan müstəqil olsun. Tapdınız? Ancaq üstünü qoy yerinə, səhifə sayı olsun. Hər səhifədəki simvolların sayı və s. belə. Üstünü yaz, yerinə qoy. Üstünü yazıb yerinə qoyandan sonra çox asanlıq alınacaq. Küsməm ki, nə? Küsməm ki, çevirsin. Böyle küsməm ki, 4'te 1. Tapdınız? Tamam, başqasından da. Birinci, nə yazmalıyım? Bu tipli suallarda çalışmamalıyım. Ən vacib, düsturdur. Çünki düsturu yazsan, verilənləri yerinə qoyacaqsan fizika kimi. Cavab da alınacaqdır, özümüzü yormayacaq. Amma düsturu yazmasan biraz işlər fırıqdır. Necə deyərlər formada. Sonra da düsturu yazandan sonra bütün verilənləri yerinə qoyursan, bir dəyişəni bir tənliyə alırsan və həmin bir dəyişəni tənliyə həll elədiyin zaman əslində sual həll olmuş olur. İndi gəlin, baxaq. Görək biz bu düsturu necə eləyəcəyik? Düsturumuz nədir Ruslan? Bax, baxıram. Bəli, artıq səhifə sözü olursa, deməli düstur uzun düsturdur. Hansıdır? Səhifə, vurulsun, sətir, vurulsun, hər səhifədəki simvolların sayı, vurulsun, bir simvolun həcmi. İndiyə görə bizdə bunlardan hansı verilir? Dedik 1024 səhifədən. Deməli, səhifənin yerinə qoydum 1024. 1024 küstü 14. Küstü 14, onu yazdım. Növbəti nədir burada? Sətir. Neçə sətdən ibarətdir? 32. Yazıram küstü 5.
Hər sətirdəki simvolların sayı, bir hər sətirdə neçə simvol var? 64, 206. Bir simvol həcmini bilirəmmi? Bilmirəm. Diqqət. Əgər məndə bir simvolun həcmi bəlli deyilsə, deməli, avtomatik olaraq nə bəlli deyil? Əlifba bəlli deyil. Və yaxud tərsinə, əlifba bəlli deyilsə, deməli, bir simvolun həcmi bəlli deyil. Niyə? Çünki 200 n simvollu əlifba verilsəydi, bir simvolun həcmi nə qədər olardı? En bit olardı. Düzdürmü? İndi mən düşünürəm ki, məndən əlifbanın istədiyini baxaraq, əlifbanın istədiyini görərək, mən deyirəm ki, mən əlifbanı tapmaq üçün birinci nəyə tapmalıyam? O əlifbanın nəyini? Tərtibini, qüvvətini tapmalıyam. O qüvvət də məndə bir simvolun həcmidir, onu da bilmirəm. Nə qoyuram yerinə? N bit qoyuram. Onu da bərabər eləyərəm ümumi həcmə. Ümumi həcmim nə qədərdir? 1,25 megabayt. Megabaytdan da bitə keçəndə nəyə vurmaq lazımdır? Birbaşa vurub yazsam, 1,25 vurulsun. Megabaytdan bitə keçəndə Fəridə 2/23-ə vurur. Düzdürmü? Vur 2/23. İndi buradan sadəcə mənim n-i tapmağım lazımdır. N bərabərdir. Burada oldu 1,25 vurulsun 2/23. İndi buradakı qüvvətləri sadələşdirsəm 21 bölürəm 2/21-ə, onsuz da hər tərəf bitdi. Biti yazmasam da olar, bit olduğundan. Getdi. Neçə qaldı burada? Bəli. 4 vurulsun 1,25. 4-ü də 1-ə vuranda 4, %25-ə vuranda 1, o da 5. Bəli, 5. N bərabərdir 5-dir. Əgər n bərabərdir 5-dirsə, məndən əlifbanın gücünü istəyir. Əlifbanın gücü nədir? 200 n-dir. O da eləyəcək 205, 32. Aydındır? Bu qədər sadə bir sualla qarşılaşmışdır. Getdik. Növbəti sual. Hamı başa düşdüyünə görə ümidvaram ki, elədir. Yenə deyirəm, düstur yazmamış sualı həll eləməyin. Video düşmür, əsas sizə mətindir, şəkil nəzmidir. Deyir ki, 8 simvol əlifba ilə kodlaşdırılmış sözün ikilik kodu aşağıdakı şəkildədir və verilmiş 3 sözdən birinin ifadə edir. Tamam. Dedim, maraqlı sual oxşuyur. Gəlin yazaq. Necə eləyərsiniz? Bəli, siz yazın. Arası 2 dəqiqəniz var. Sən yola da belə böldün ki. Diqqətli ol. Bax, bayaq dedim, 30 simvol əlifbada seni seçibələrdir. Nə bu gəlir? Verilib, əlbəttə verilib. Bir dəqiqəniz qaldı. Sonra beyin yürüdü. Kənarlar da verir, nə var? Sənə verilsin. Anlar. Yalnız saxlaya bilərsiniz. Sən saxlaya bilərsin. Çox var. Vaxt artıq bitti. Sən görək bu necə. Düz yazanlarınız da var. Onu görə necə həll edirlər. Sifət ümumiyyətlə necə həll olunmalı. 8 simvol əlifba dediyindən və bunların da ikilik kodla kodlaşdırıldığını bildiyimizdən, ikilik kodla kodlaşdırılmış söz deyilməsə, mən bunları hiç belə bilmərəm. Çünki mən onu da bilməyəcəm bunlar bildir. Çünki bu onluq sayısında kodlaşdıra bilərdim. Onluq sayısında kodlaşdırsaydı mən ədədin nəyinə baxmalıydım? Ümumiyyətlə özünə baxmalıydım. Mən rəqəmlərin sayını yox. Neyse 8 simvol əlifbada verildiyi bəllidir. Yəni 8-likdə verilsəydi də nə olardı? Əgər bu 8-likdə verilsəydi, məndə hər bir rəqəmin özü nə qədər bitdi? Özü 3 bitdi. Yəni mən hər bir rəqəmi ayrı-ayrı neçəliyə çevirməliydim.
İkiliyə çevirməliydim. Elə həll eləməliydim. Aydındır. Biraz onda qəribə olacaq. Amma indi sual asandır. Çünki ikili say sistemində verir. Nəysə. 3 bit olduğundan 3 bölürəm. 3, 3 və 3. İndi yenə eyni qayda ilə. Düşünürəm. Mənim simvollarımın içində eyni olan varmı? Hansıdır? Ay sağ ol. Deməli, mənim sözümün ikinci və axırıncı hərfləri eynidir. İkinci və axırıncı hərfin eyni olduğu yalnız hansı? Bəli, 2-dir. Deməli, palmadır. Mən avtomatik bilirəm ki, bu buymuş, A buymuş, L buymuş, M buymuş, A da buymuş. Razısınız? Palma. Mənə nə söz lazımdır? Lam, ha sözü lazım. Ən axırda deməli A gəlməli. Ən axırda gələn 1-1. 0-dır, yazdım. Ondan əvvəl P hərfidir. P hərfinin kodu nədir? 1-0-0-dır. 1-0-0. Sonra M hərfi gəlir. M hərfinin kodu 1-1-1-dir. Əvvəldən də baxarıq. Fərq eləməz. Sadəcə əvvəldə o hərfini bilmək yapır. Ona görə baxır. Ha, düz deyirsən. O da var. Hə. O da var. Yaxşı. Harada qalmışdım? Mən M-da qalmışdım. Sonra yenə A var. Deməli, yenə nə var burada? 1, 1, 0 var. Əvvəldə də bir dənə L var, yəni 0, 0, 1 var. Bu da çıxansız cavab. Əvvəldə sıfırları verməyə bilərdimi? Saçdırmaq üçün verməyə bilərdim. Getdik. Başa düşdü hamı, Sirat, Aytən. 60-am bəli. Asan idi. 171-dən sonra sənədin hər səhifəsi 38 səhifədən ibarətdir. Bu ədiyyatda kitabın yazıldığı əlifbanın bax, eyni sualdır. Yenə. Sütür yazdınız, eyni tapdınız, ikinci qüvvəti 108 cavab alındı. Rabil müəllim müvafiq sənədlər arasında aşağıdakı şəkildə kod tapır. Bu kodu gündüz müəllimi göstərir. Gündüz müəllim bu kodun ikilik kod olduğunu müəyyən edir və bu kodun hansı sözü ifadə etdiyini düşünür. Bir müddət araşdıranda tapırlar ki, aşağıdakı zamanı həmin sənədin analoqunu tapırlar və bu analoqun variantlarda qeyd olunmuş sözlərin əks olunduğunu görürlər. Verilmiş ikilik kod hansı sözü ifadə edir? Düşünün, qəşəng sualdır. Kifayət qədər. Sırf məntiqdə siz hər şey özünüz tapmalısınız. Yəni bir dənə, qısaca belə deyim, məsələn, ikilik kod verilibdir. Deyir ki, bu ikilik kod aşağıdakılardan hansı ola bilər? Hansı söz olmalı? Öz-özünü reklam vermək istəyirlər. O birisi yatsının aşmaq istəyir. Hardan bilirəm mən? Biz nə bildik ki, bu arada sistem? Neçə hərf var burada? 20 dənə var. Deməli, ya bunları 3 bölüblər. 7 bölüblər. 7 bölsəylər 3 hərf olmalıydı. Mümkün deyil. Deməli, 3 bölüblər. Özü 7 dənə hərf əmələ gətiribdir. Hə. 7 dənə hərf əmələ gətiribsə, baxıram ki, ən axırdan 3-cü və ən axırdan 4-cü hərflər eynidir. Cavab alın. Aydındır? Belə, bax, bu sualın çarəsi budur. Getdiniz. Maraqlı sual. Hansı 147? 74. Hə, 147 170. 74. Tamam, üzüm oldu. Hara veririk? Neyir uşaqlar? Sayıram. Desən var. 15 dənə var. Deməli, ya bunları 3 bölübdür, ya 5-5 bölüb. Baxırsan ki, 300 bölsəmi 2 eyni simvol olar, yoxsa 5-5 bölsəmi 2 eyni simvol olar. Tapırsan ki, 300 bölsə 2 eyni simvol olar. Cavabı da tapmış olur. Bu qədər sadə. 174 də belə getmiş olar. Kodlaşdırmaya aid düşünürəm ki, artıq bu qədər kifayət edir, amma bir dənə də şəklin kodlaşdırılmasından işləyək. Nöqtədən ibarət qrafik təsvir əmsalarına malikdir. Bu təsvirin sualsan sual oldu sanki. Hə? Nə edəcəyik?
Piksellərin sayını vuracaq bir pikselin həcminə. Piksellərin sayı burada 207, 209. Onu da vuracaq. Bu qədər neçələri varsa, neçəyə vurmalıyam? 8-ə vurmalıyam. Bəs desək 256 tərtibi deyil. Tərtib nə? Dərinliymiş bu. Tərtib özü. Rəngdə isə burada. Yəni, kadr feni dərinlik. Tərtib. Dərinlik. Palitra yox, rəng. Bax, 256 rəngli palitra desə, qüvvəti götürür. 256 tərtibli desə, 256-nın özünü götürür. Kadr büferinin dərinliyi 256 desə, yenə 256-nın özünü götürür. Və əlifbanın gücü desə, və yaxud da rəng palitrası desə, yenə dediyim kimi 256-nın özünü yox, onun nəyini götürmək lazımdır? Qüvvətini. Çünki güc deyəndə mən yuxarıdakını yox, ümumi hamısını başa düşürəm. Əlifbanın özüdür güc. Bəli. Məsələn, 32 tərtibli desəydi, kadr büferinin dərinliyi 32-dir desəydi, və yaxud da əlifbanın gücü 32-dir desəydi, nə edərdi? Bir dənə desin, qarşıladım. Dedim ki, əlifbanın, desəydi kadr büferinin dərinliyi 32-dir. Və yaxud da tərtib 32-dir, o zaman 32-nin özünə vurmaq lazım. Amma desək ki, 32 simvollu əlifbadır, 32 rənglidir. Və yaxud da rəng gücü və yaxud da mətnin gücü 32-dir, onda nə etməliyəm? 32, 205-dir, 5-ə vuracaq, bəli, formada. Son dəqiq versəsi belə. Nəysə, bu da asandır. 96 belə deyirsən, nə edirsən? Sən tanır. Bir filandan 96 beləsi var. 96-ya vuracaq. 96-ya vuracaq da, yəni axırdakı. Amma qaydası nə etməlisən? Monoxromdur. Bir simvol nəzim onda nə qədər olur? Daha doğrusu bir piksel nəzim. 1 bit. Aysa, monoxrom desə 1 bit. Hide color desə 16 bit və ya 2 byte. True color desə 24 bit. 3 byte. CMYK desə 4 byte. Təhlükəsiz palitra desə təhlükəsiz palitrada 256 rəng. Deməli 8 bit və yaxud da 1 byte. Səncə bu bilsən nəyə bənzəyir? Heç nə deməsə, necə? Əlifbada ASCII-dir, 1 byte-dır. Burada da təhlükəsiz palitra desə, yəni yenə 1 byte, yəni 8 bit. Getdik, bunlar çətin suallar. Rənglərin qarşısı olur. Suallar, əgər bir mətnin, bir şəklin üzərində mətn yazılıbsa, yalnız nə etmə hesablayırıq? Yalnız şəkil. Çünki mətn şəklin piksellərinə nə edir? Qarışır. Hesablamayasın. Amma desə ki, mətn verilib, altda şəkil verilib və yaxud da şəklin altında mətn verilib, ikisini toplayırsın. Və yaxud da filan səhifələrdə şəkil var, filan səhifələrdə mətn var. Bəli. Məsələn, deyir ki, sənə 32 səhifəlik sənədin 33 səhifəli olsun. Düz səhifələrində filan parametrli mətn, tək səhifələrində də filan parametrli şəkil var. Onda nə edəcəksən? Bəli. Neçəyə vuracaqsan sonra düz tapandan sonra əmin olacaq. 33-dən neçəsi düzdür? 33-dən. 16 cüt, 17-si isə təkdir. Bəli. Görə indi bir dənə maraqlı belə ağır sual görürəm. Bunlar açıq çox asan görsənir. Video düşmür imtahanınıza, ona görə videonu verirsən. Bax, rəng dərinliyi deyirsən. 800-ün özünə vuracaq. 800-ün özünə vuracaq. Sonra 200. 200. Gedin. Neçəni yazırıq müəllim? 200, 201. Birlikdə. Bir dənə qoşulan kimi görürsən. Tamamdır.
100 və 200. Qətta olan. Yüzü bitirdik. Ne zamandır? Sonra vaxtımız yetməz. Bax. Birincini yazaq. Birinci. Bax. Deyir ki mənə 16 megabayt həcmində qrafik təsvirin renk çalarları 256 dəfə azalan zaman həcmi 1 megabayt azalmışdır. Deməli, əvvəl bunun həcmi nə qədər idi? 16. Sonra nə qədər oldu 1 megabayt azaldı? 15. Əvvəl mən bunu neçəyə vururdum? Piksellərin sayını. X-ə vururdum. Piksellərin sayı olsun, tutaq ki, Y vururdum X-ə. Deməli, 20 piksellərin sayı dəyişdi. Yox. Deməli, Y. Amma ki, mən daha X-ə vurmayacağam. Neçə dəfə azalıram? 256 dəfə azaldıram. Deməli, əvvəl bu 200x imiş. 200x-i nə qədər azaldıq? Rəng çalarları 200x imiş. 208 qədər azaldıq. Onda qüvvət üzərinə inənilir, çıxılır. Deməli, x çıxılsın 8 oldu bir pikselin həcmi. Tərəf tərəfə bölsəm, getdi. Bu da, başa düşdünüz əlini, qalanı. Qalanı da çox rahat. 15x-ə vurdum, 15x. Adi fizika məsələsidir uşaqlar. 15x, buradan da 16-nı vurdum x-ə, 16x. Sıxılsın, nə qədər? 16 vurulsun 8. Heç 16 8-ə vurmayacaq. Sonra da ki, indi aydındır ki, bu keçəcək bu tərəfə, bu keçəcək bu tərəfə. X bərabər olacaq 120. Başa düşdünüz? Tabii ki. Amma səhv tapırsınız. Mən tapdığım x-dir 128. X məndə nədir? Uşaqlar. X məndə nədir? Bir pikselin nəyi? Həcmidir x məndə bir pikselin. Sənə nə istəyir? Rəng çalarlarının sayını 200-128. Əlbəttə 200-128. Axı mən yenə deyirəm, x, bax 128 niyə çalışır? Böyle düşünürsünüz ki, 228 olmaz da. Elə deyil ama. Bir pikselin həcmi 128-dirsə, tapdığım burada x bir pikselin həcmi deyildi. Tutardı getdi də. 128 tapdım, tutardı getdi. Onda deməli ilkin həcmi tapmaq üçün. İlkin həcmi nə qədərmiş ki, bir pikselin həcmi 128-dir. 228 imiş bir pikselin ilkin həcmi. İlkin həcmi deməyim, ilkin rəng çalarlarının sayı. Eyni qayda ilə 201 işləyini görüm. Bax, V1, V2. Tərəf-tərəfə bölmək, çıxmaq, ən rahatı bölməkdir. Çünki burada bütün elementlər vurmayla. Müəllim, mən 200 başa düşmədim. Başa düşmədin? Bir dənə izah edirəm. Bax, 16 megabayt əvvəl həcmi var idi. Düzdürmü? Sonra dil həcmi nədir? 1 megabayt azaldı. 16 megabayt 1 megabayt azaldısa nə qədər qaldı? 15. Razısan? Bəli. Bax, bu olsun V1, bu olsun V2. İndi əvvəl piksellərin sayı tutaq ki, Y idi. Mənə piksellərin sayının azalması haqqında nəsə deyir? Xeyr. Deməli, piksel sayı neyini eyni qalır? Deməli, piksel sayı əvvəl də Y-dir, indi də Y-dir. Razısan? Bəli. Sonra nə deyir? Deyir ki, əvvəl rəng çalarları müəyyən qədər idi. Sonra onu nə qədər azaltdım? 256. Əvvəl bir pikselin həcmini X götürdüm. Onda neçə rəng var idi onda? Bir pikselin həcmi X-dən neçə rəng var? 200x. Razısan? Bəli. Ay sağ ol. İndi mən 200x-i nə edəcəm? Deyir ki, rəng çalarlarını 256 dəfə azaltdım. Onda neçəyə böləcəm bunu? 256, yəni 208-ə. Böləndə bu sənə iləndir. Sıxıldı, belə qaldı da, düzdür? 2 üstü x çıxı 8. Bayaq 2 üstü x simvolu əlifbaydı. İndi 2 üstü x çıxılsın 8 simvolu əlifbadır. Onda bir simvol həcmi indi nə qədər oldu? Təzədə. 8. Ay sağ ol. Sonra bunları neyniyərəm? Bir dənə məhsulu var, x tapmaq istəyirəm. Tərəf-tərəfə bölərəm ki, y-lər getsin. Burada qaldı 16 bölünsün 15. Burada qaldı x bölünsün x çıxılsın 8. Çarpaz vurum, açım. Nəticəni belə aldım. Ondan sonra da ki, məlumlar bir tərəfə, məhsullar bir tərəfə keçəndə elə burada 16 vurulsun 8 qalır. O da elədi 128. Bura qədər də aydındır. Bəli.
Ondan sonra da bir pikselin həcmi x idi məndə. X-i 128 tapdın. Onda əlifbada və yaxud da palitrada nə qədər rəh var idi? 228 qədər. Bu qədərsən. Aydındır. Getdi o zaman. 3 dənə 100 var. Hə? 201. Ne diyorsunuz? Azar var. İndi 201 uşaqlar. Eyni qaydada bir dənə baxın, bir dəqiqə görün, eləyə bilirsiniz, eləyəməzsiniz, yəni baxasınız. Yaza bildiniz artıq. Çünki asandır da. Əvvəl 65.536 idi. Yəni bir simvol həcmi nə qədər idi? 16. Yenidə nə qədərdir? Deyir ki, 4096-ya azaldıldı. Bax, demir ki, 4096 dəfə azaldıldı. O başqa şeydir. 4096-ya azaltmaq başqa şeydir. 4096 azaldığında nə qədər oldu? 12 bin. Bəs desəydi 4096 dəfə azaldı, onda 216 bölərdik 212-yə qalardı 204, onda bir piksel həcmi nə qədər olardı? 204-dür. 4-dür. Bəli. Onda belə olardı. Amma indi deyir ki, 4096-ya azaltdır. Demir 4096 dəfə azaltdır. Ona görə sadəcə düşünürəm ki, 4096 simvol əlifbada bir simvol həcmi nə qədərdir? 12 bin. Həcm nə qədər deyir mənə? 8 megabayt. Həcmləri də bərabər eləyirəm. Birincisi 8 megabayt. Demiş olar. Mişqanı. Demiş qədər şey. Uzaqası. Yadıma salın. Həmişə ona görə nə deyiblər? Bizim Əli müəllim deyirdi. Deyirdi ki, Kunikumla bağlı danışırdıq. Mən dedim ki, siz lift düzəldəndə pləkan qoyursunuz. Yəni demək istəyir ki, Kunikum olsa da şey də lazımdır, köhnə sistemi lazımdır. Necə nərdivan qoyan yerdə lift qoyan yerdə pləkan olur. İndi bizə də Mişqa var. Bluetooth-dan amma yenə naqil də lazımdır ki, Allahın işidir də. Bir də lift, yəni Mişqa olsun, Mişqalar olar. Nəysə, getdik. İndi uşaqlar, yukarıya bir dənə tənzimləyək. Bu şunları onunla bahadır. Sağ olsun, bir tələbəmiz verilmişdir. Getdik. 16 bitdi əvvəl, indi isə 12 bit oldu. Görək nə deyir. Əvvəldə 8 megabayt həcmi var. Burada da yəqin ki, həmfikirik. Bir dənə burada nə qaldı? Bir pikselin həcmi verilib, nə qaldı? Piksellərin sayı. Azalmışdır. Renk çalarlarının dəyişimi zamanı qrafik faylın həcmi deyil, nə qədər dəyişmişdir. İndi burada da tutaq ki, bu y idi. Piksel sayı dəyişməyibsə, aşağıda da y idi. Ne düşünün? Mən buradan bura keçmişəm. Həzmin nə qədər azaldığını necə tapa bilərəm? Aysa. 4 dəfə azalmaz. Belə yaza bilərəm. Aysa o, tənasübdən asandır. 16 bitdə əgər 8 megabaytdırsa, düzmü tənasüb asıllıqdır. 12 bitdə nə qədərdir? X. Buradan taparam ki, 16x bərabərdir 12 vurulsun 8-ə. Hə. Başa aydındır? İndi gəlin sizə bir dənə tərs mütənasib asıllıqdan sual verin bir qədər. İmtahana belə sualda düşün. Birinci düz mütənasib asıllıqdan. Deyirəm ki, sizə müəyyən bir mübadilə kanalı vasitəsilə 15 megabaytlıq fayl 7 saniyə ötürülür. Həmin mübadilə kanalı vasitəsilə, bax, həmin mübadilə kanalı vasitəsilə 45 megabaytlıq fayl neçə saniyə ötürülür? Bakın görün. Düz mütənasib sayda asılır. 21. Çünki bu 3 dəfə farklıdır, düz mütənasib asılıqdır, bu da 3 dəfə farklıdır. Düz mütənasib asılıq. Bu sayda sual. Gəlin biraz sualı qarışdırmaq. Deyirəm ki, indi müəyyən mübadilə kanalı vasitəsilə X sürəti ilə məlumatı ötürdükdə o 14 saniyə ötürür. İndi həmin faylı bəs 2x sürəti ilə ötürsəm nə qədər vaxt ötürülür?
Niyə belə oldu? Çünki sürətlə zaman bir-birindən necə asılıdır? Tərs mütənasib asılıdır. Əgər mən sürəti artırıramsa, mən zaman azalmalı. Məndə nə oldu burada? 2x-dən alda nə qədər oldu? 7. Tamam, bunu bilsiniz bakalım. Ən asan yol mənim. Gördünüz çaşıram. Tərs mütənasibdə hansıları bir-birinə bərabər edirdim? Bunun bunun bərabər idi, bunun bunun düzdürmü? Düz mütənasibdə daha doğrusu. Düz mütənasibdə belə idi. Bunun bunun bərabər. Tərs mütənasib bilirsiniz. Bunun münasibi bərabərdir, bunun münasibi. Hə, anladım. Tapacaqsınız. Getdik. Görək başqa belə maraqlı sual var mı? Görün bu dərsdən çıxan kimdir? Aytən niyə dərsdən çıxan çox? Monitoron ölçülərdir. Yəni piksellər nəyin istəyir falan. Sayını istəyir. Tapacaqsan ki, bunların hansının hasili oradan tapdığın piksellərin sayına bərabərdirsə, odur. 16 megabayt olan təsvir renk alanın dərinliyi, bax, dərinliyidir. Onda mən x-i tapandan sonra qüvvəti yüksəltməliyəm, dərinliyi soruşursa. Yox, x-in özü qalacaq. Tamam baxacaq. Getdik. Yazın. Olur. Neyse Allah bilir. Tapdın? Tapdın. Sən də 4 tapmışsın. Gəlin bakalım. İlk uşaqlar. 4096 renk çalarına sahib olan qrafik təsvir. Onda əvvəl onun həcmi nə qədər imiş bir pikselinin? 12 bin. Daha sır. Nə qədər deyir azaltmışam renk çalarlar? 256 dəfə. Yəni neçə dəfə? 208 dəfə. 212-ni onda neçəyə bölmək lazım? 208. Neçə qaldı? 4. Onda bir piksel həcmi nə qədərdir? 4. Mən neçəyə vuracam? Neçə vuracam? Neçə? 3 dəfə oldu. 4 artıq olmuşsan. Əvvəl 12 bitirdi, indi 4 bitirdi. Yoxdur, niyə 8 olsun? 256 dəfə azaldı. Burada 216 olsaydı, hə, sən deyən. Yəni 216-nı böldüm 208-i qaldı 8 bit. Onda yenə olmur axı. Yenə 4 dəfə azaldı. Onda nə qədər azalardı? Yaxşı, sual dəyişirəm. Deyirəm ki, 65536 renk salalı verilmişdi. Sualın qalanı eyni. Cavab tapın.